Selamun Aleyküm ve Rahmetullah. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil Alemin. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve accil ferecehum. Xoş gördük sizləri, əziz qardaş və bazılarımız. Məhərrəm ayında sizin hər birinizə duaçıyıq. İmam Zaman ağa başda olmaqla sizin hamınıza başsağlığı ərz ədəb edirik. İmam Rıza Aleyhisselatü Vesselam mübarək məhzərində hamınıza duaçıyıq. Məhərrəm ayının başlanğıcı ilə birlikdə qəlblərimizi İslam tarixinin ən böyük qəhrəmanlıq dastanına yönəldən və bu yolda addımlayan və bu yolda sabit qədəm olmaq üçün bizə kömək edən bir qəhrəman dayanır. Bu dastanın qəhrəmanı və qəhrəmanlıq dastanının qəhrəmanı Hüseyn ibn Əlidir. Aleyhissalatu vesselam. Əziz qardaş və bazılarımız, Məhərrəm ayı deyildikdə ilk növbədə İmam Hüseyn Aleyhissalatu vesselam bizim yadımıza düşür və Kərbəla hadisəsi, Kərbəla faciəsi bizim yadımıza düşür. Biz onu xatırlayırıq. Bəs deməli, Məhərrəm dastanının mərkəzində Həzrəti Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin nəvəsi İmam Hüseyn Aleyhissalatu vesselam dayanır. Elə bir dastandır ki, elə bir dastan yazır ki, tarixdə özündən sonra babasının eyni ilə din ki, Peyğəmbərə nə cür nazil olmuşdu, o cür qalsın deyənə, babasının dini bütün ümmətə, ta axirət zaman insanına, bütün insanlara çatsın deyənə bir hərəkətdir. Bu hərəkəti Hz. İmam Hüseyn Aleyhissalatu vesselam icra edir və həyata keçirir. Bəs bu təkcə dünyadan köçməklik deyil, həm də dünyada əbədi yaşamaq üçün bizə bir yol göstərir İmam Hüseyn Aleyhissalatu vesselam və bu bir məktəbdir. Bəs bu gecənin mövzusu da, əziz qardaşlarımız və bazılarımız, İmam Hüseyn Aleyhissalatu vesselamın qiyamının məqsədidir. Bizə çoxları sual verirlər. Nə üçün İmam Hüseyn Aleyhissalatu vesselam qiyam etdi? Niyə bu hərəkəti həyata keçirir? Məqsədi nə idi? Aya hakimiyyəti ələyə gətirmək idi? Yoxsa sadəcə zülmə qarşı çıxmaq üçün Həzrət ayağa qalxdı? Nə üçün bu işi gördü ki, özündən başqa ailəsini də, balaca körpəsini də özü ilə apardı. Və hər kəs İmam Hüseyn Aleyhissalatu vesselama rəğbət bəsləyirdi. Ağanın yanına gələ bilirdi. O da özünü yetişdirmişdi ağanın məhzərinə və Həzrətlə birgə hərəkət eləyirdilər. Bunun cavabı isə Həzrət İmam Hüseyn Aleyhissalatu vesselam özü verir. Yəni Həzrət qardaşı Məhəmməd ibn Hənəfiyyəyə yazdığı vəsiyyətnamədə belə buyurur. Allahın salam və salavatından sonra, Peyğəmbər onun pak əleyhinə salam və salavatdan sonra Həzrət belə buyurur. Mən nə şəhvətə, nə təkəbbürə, nə də fəsad və zülm üçün çıxmışam. Bəlkə mən nə üçün çıxmışam? Mən yalnız babamın ümmətini islah etmək üçün qiyam etmişəm. Bu islahın içində hər bir şey dayanır, əziz qardaş və bazılarımız. Yəni, fəsadın qarşısını almaq, təkəbbürün qarşısını almaq, bidətin qarşısını almaq, dinsizliyin qarşısını almaq, fahişəliyin qarşısını almaq, əxlaqsızlığın qarşısını almaq, yalançılığın qarşısını almaq, özünün sözləri ilə Allahın ayətlərini ayaq altda düşməsi, təhlükəsi, bu təhlükənin qarşısını almaq üçün Hüseyn ibn Əli əleyhissalatu vesselam bu hərəkatı həyata keçirir. Həzrət deməli imamın əsas məqsədi, Həzrətin əsas məqsədi İslam cəmiyyətini islah etmək idi. Bu cəmiyyəti islah etmək üçün bu yolda ölüm, dirim də ola bilər. İnsan eləyə bilər, əli qolu kəsilsin, əlil olsun. İndiki dildən desə, qazi olsun, kör olsun, dili tutulsun, yaralar dəysin buna, zərbələr dəysin buna, qardaşı, bacısı
övladları əldən getsin, fərq eləməz. Bu yolda hər nə olsa Allah xatir, Həzrəti Zeynəb salamun aleyha buyurur ki, mən Kərbəlada gözəllikdən başqa bir şey görmədim. Deməli, ölüm dirim də olsa, yaralanmaq da olsa Allah dərgahında ən əzizdir, ləzzətlidir. Bəs deməli, İmam Hüseyin Aleyhisselatü Vesselam'ın gözəl məqsədi var və bu məqsədin əsasında İslam cəmiyyətini islah etmək dayanır. O dövrdə İslamın dəyərləri zəifləyirdi. Yəni, zəmanəyə görə artıq Muaviyyənin ölümündən sonra Yezid lənətullah teala əleyh ki, Muaviyyənin göstərişi ilə özündən sonra, vəsiyyətindən sonra, amma halbuki İmam Hüseyin ağa ilə sülh bağlayanda dedi, mən də özümdən sonra heç kəsi təyin eləməyəcəm, bu haqqı da yoxdur. Amma bunu elədi. Qəsb eləmişdi, qəsbkarlığı da yenə də uzadır. Və Yezidin hakimiyyətə gəlməyi fiskin, fucurun, fahişəliyin, əxlaqsızlığın pik nöqtəyə çatmasıyla deməli, Yezidin hakimiyyəti bərabər idi. Yezid Peyğəmbərin minbərində oturub Peyğəmbərin adından danışırdı və Peyğəmbərin adından danışacaqdı. İmam Hüseyin Aleyhisselatü Vesselam bunun qarşısını aldı. Buna görə də Həzrət buyurdu, mənim kimisi Yezid kimisinə beyət etməz. Demədim, mən Yezidə beyət eləmərəm. Əgər bunu belə desəydi, elə Həzrətin beyət etməməkliyi elə o dövrdə qalacaqdı. Amma bizə gözəl bir yol göstərir. Bu bir mesajdır, əziz qardaş və bacılarımız. Kimliyindən asılı olmayan hər kəsin vicdanı Allah qarşısında onun insafı olsa, namaz qıldı, qılmadı, fərq eləməz. Namaz onun özünün şəxsi işidir. Vicdanlı insan istəməz ki, napak insanla bir süfrəyə otursun, bir sırada əyləşsin, bir stolda, eyni sırada olan stolda əyləşsin, eyni yerdə otaqda olsun, narahat olar. Nəinki zəmanə imamı. Bax, zəmanə imamı bizə bunu mesaj olaraq göndərir ki, mənim kimisi, Yezid kimisinə qətiyyəni əslən beyət eləməz. Bu söz yalnız siyasi mövqe deyil, qardaş və bacılarımız. Bütün zamanlar üçün bir dərsdir, keçərlidir. Hər gün Aşuradır, hər yerdə Kərbəla. Son zamanlar haqla batilin müharibəsi, Yahudilərlə, yəni Səhyonistlərlə müsəlmanların müharibəsi və bu müharibədə müsəlmanların böyük rəhbərinin, Seyyid Əli Xamneyinin rəhmətullah teala əleyhin şəhadətə çatması və körpə balalarının ailəsinin şəhadətə çatması özü öz evində. Necə ki İmam Hüseyin və İmam Həsən Əleyhisselatü Vesselam'a tənə vururdular. Amma axırda gördü, hətta İmam Əliyə deyirdilər ki, aya Əli namaz qılır. Siz deyirsiniz məsciddə bu zərbətlərini, yəni namaz qılır. O qədər töhmət vurmuşlar ki, cəmaət inanırdı ki, baxın, Peyğəmbərin ümmətini o qədər maviyə azdırmışdı ki, zamanə imamı olan Əlini deyirdilər ki, Həzrəti Əlini deyirdilər ki, şək edirlər. Görürsə bu namaz qılır. Necə namaz qılmayan bir şəxs məsciddə şəhid olarmı? Bunun məsciddə nə işi var? Buna baxmayaraq, amma dövrünün ən mümin, Allah qarşısında ən əzəmətli, əziz olan şəxs Peyğəmbərdən sonra Həzrəti Əmir əl-Mumin Əli ibn Əbu Talib əleyhissalatu vesselam. Həzrət gör nə qədər iş görməli idi ki, bu ümmət arasında Peyğəmbərin ümmətinin unutmuş olan bu dini adət ənənələri, dinin adətlərini ehya eləməli idi, diriltməli idi ki, neçə nəsildən də bəri gəlib çatsın. Onun yalnız və yalnız şəhadətlə dirildə bilərdi. Buna cavab budur. Tarixlər boyu müsəlmanların, şiələrin başçıları, sərkərdələri suiqəstə məruz qalıblar. Namərdcəsinə şəhid ediliblər. Ünlü ki, biz hər gün Aşuradır da, hər yerdə Kərbəla. Kərbəla istəyir İraqda olsun, 61-ci Hicri qəmbərin 61-ci ilində, istəyir 2026-cı ildə miladi tarixindən
İranda olsun, fərq eləməz. Bizim üçün bütün müsəlmanlar innəməl mu'minuna ixvətun. Quran deyir, bütün müminlər bir-birindən qardaşdır. Fərq eləməz. O taylı, bu taylı, qərb, şərq fərq eləməz bunun üçün. Bəs deməli, tarixlər boyu namərdlər var, tarixlər boyu Aşura var, Kərbəla da var. Necə imamlarımız məzlumcasına şəhid ediliblər, rəhbərimiz də belə Seyyid Əli Xamenei rəhmətullah teala aleyh, rəhbərimiz də belə şəhadətə məruz qaldı və təcavüzə məruz qalaraq şəhadətə çatdı, özü acınacaqlı formada. Öz əhli əyalı ilə, öz balaları ilə, öz ailəsi ilə. Harda yazılıb ki, sən balaca körpə uşaq ola sən oranı bombaran eləyəsən, viran eləyəsən ki, bir nəfərə görə ya iki nəfərə görə bütün o ailə üzvləri həlak olmalıdır. Harda görülür? Bəs deməli, bu namərdcəsinədir. Amma bizim əziz və dəyərli qardaşlarımız Əhl-i Beytin məhəbbətini daşıyan sinələrində, qəlblərində məhəbbətini daşıyan qardaşlarımız buna kəskin və əzizcəsinə, izzətlicəsinə cavab verdilər. Və indi də görürük ki, düşmənin dizə çöküb yalvarmasını biz görürük. Qardaşlarımız və bacılarımız bizim üçün nemətdirlər. Fərq eləməz. Eyni atadan, anadan olsun və yaxud da ki, Allahın bizim üçün qərar verdiyi qardaş və bacılarımız olsun ki, necə Quran-ı Kərim Əuzubillahimineşşeytanirracim İnnəməl mu'minə ixvətun buyurur. Bəs bizim əsas amalımız, məqsədimiz Hüseyn kimi yaşayıb, sabit qədəm olub, Hüseyn kimi də aqibət bir xeyir olmaqlığımızdır. Mənim əziz dəyərli qardaşlarımız və bacılarımız. Bu bizim üçün ən şərafətli bir dənə nemətdir. Bəs İmam Hüseyn Aleyhisselatü Vesselam'ın bu hərəkatı təkcə siyasi deyildi. Əxlaqi hərəkət, əxlaqi qaydalar da var orada. O nəticələr ki bizi oyadır, bizim özümüzə tanıtdırır. Allah'ı tanımaq, yaxşı tanımaq üçün və bütün ətrafımızı dərk etməyimiz üçün burada əxlaqi nəticələr də var. Əzizlər, cəmiyyət qarşısında məsuliyyət hissi Həzrəti İmam Hüseyn Aleyhisselatü Vesselam'da var idi. Haqqı müdafiə etmək, əmr bil məruf və nəhy-əz münkər, yəni yaxşı işlərə sövq eləmək, pis işlərdən çəkindirmək, dini dəyərləri qorumaq. Əziz qardaş və bacılarımız, bildiyimiz kimi dinin bütün atributları, bütün sıfırdan 100'ə qədər durğu işarələrlə belə bütün cümlələri biz üçün Allah tərəfindən vəhy olunub. Bir dənə nöqtə Peyğəmbərimiz Aleyhisselatü Vesselam özündən bir söz deməyib. Bu vəhy olaraq Peyğəmbərə göndərilib. Buna baxmayaraq, indiki zamanda bəzi müsəlman ölkələrin buna laqeyd yanaşması və bunun ucbatından da zülmə məruz qalaraq, belə deyək, düşmənlər, zalimlər tərəfindən aşılanmasını biz görürük. Nə qədər ərəb ölkələri var. Nə qədər sinəsinə mənəm müsəlman deyən, döyən insanlar var. Son zamanlarda gedən bu müharibədə, haqla batılla müharibəsində ki, rəhbərimiz şəhid oldu. Neçə dənə ölkə bu zülmün qarşısında duran bu hökumətə, bu ölkəyə, bizim qardaşlarımıza, Allahın qoşununa, İran İslam Respublikasına kömək elədi. Barmaq sayı qədər. Hələ puskuda dayanmışdılar ki, düşmən təcavüzünü çoxaltsın, yerlə yeksan eləsin, namuslar ayaq altda qalsın və bunlar da öz payını götürsünlər. Parçala hökm elə siyasəti kimi. Parçala hökm elə. Əziz qardaş və bacılarımız, bizim məqsədimiz, amalımız kəmalət həddinə çatmaqdır. Bu yolda tutulmağımız, döyülməyimiz, söyülməyimiz, öldürülməyimiz Allah tərəfindən qəbul edilirsə bitsin əzizdir. Yəni biz baxıb görməliyik. Hansı addım atmalıyıq? Bizim vəzifə borcumuz indi nədir?
Əgər biz onu dərk eləyib o vəzifə borcumuzu yerinə yetirsək, ölsək şəhid. Tamam. Necə ki Qarabağ döyüşlərində Allah yolunda Hüseyin Hüseyin deyə qardaşlarımız şəhadata çatırdılar. Bir qarış belə torpağı qoymadılar düşman tapdağı altında qalsın. Elhamdülillah Rabbil Alamin. Amma biz gərək zalıma hədeməyək, boyun əyməyək. Harda oluruq olaq fərq eləməz. Bir-birimizlə gərək mehriban qardaşlığımızı ən ali dərəcədə saxlamalı. Allah tərəfindən bizə verilən bir nemət və bir qanundur. Və bu yolda da, bu amal uğrunda da daima hərəkətdə olmalıyıq. Bütün insanlar öləcək. İnna lillahi və inna ileyhi raciun. Ondan gəlmişik də. Haqdan gəlmiş, Allahdan gəlmiş. Ona da qayıdacaq. 50 il, 100 il, 60 il, 100 il, 200 il. Axırı ölümdür də. Bu insan ki bilir ki axırı ölümdür. Buna baxmayaraq yenə də zülm eləyir. Buna baxmayaraq yenə də zülm eləyir. Və yaxud da ki zalıma qarşı çıxmır. Bəs bunun üçün əziz qardaş və bacılarımız, Hüseyin ibn Əli əleyhissalatü vesselamın bizə öyrətdiyi ən önəmli qaydalardan biri də budur ki, biz zalımın qarşısında dik durmalıyıq. Mübarək Quran-ı Kərimin ayələrində belə məzmuna qənaata çatırıq ki, məzmun belədir ki, tək də olsan zalıma qarşı çıxmalısan. Cəmiyyət özün dəyişməyincə Allah onu dəyişməz ki. Quran-ı Kərimin ayəsinin məzmununu mən sizə deyirəm. Gərək biz İmam Hüseyin əleyhissalatü vesselam məktəbindən özümüzə dərs götürək. Əziz qardaş və bacılarımız, Hüseyin ibn Əlinin fəqət fiziki olaraq bədəni tikə-tikə olub Həzrət şəhadata çatmadı ki. İmam Hüseyin əleyhissalatü vesselamın mübarək bədəninin hansı yeri fərq eləməz. Ox dəyərdi, nizə dəyərdi, qılınc dəyərdi, daş dəyərdi, tənə vurarlar ağaya. Həzrəti Haqqı Teala mələklərə göstərərdi ki, inni cailun, mən istəyirəm ki, öz xəlifəmi yaradım yer üzündə. Bax bunu deyirdi, mələklərə göstərdilər. Həzrət orada Haqqı Teala deyirdi ki, bəs ey mələklər, mən öz xəlifəmi istəyirəm yer kürəsini yer üzünə yaradım. Mələklər orada etiraz elədilər. Həzrət İmam Hüseyin əleyhissalatü vesselamın şəhadəti ki, Həzrət şəhadata çatırdı. O səhnəni İmam Hüseyin əleyhissalatü vesselamın o səhnəsini Allah mələklərə göstərir. Yəqinən bunu mən deyirəm. Allah mələklərə göstərir. Həzrət Haqqı Teala buyurur ki, əmr edir ki, indi baxın, mən deyirdim öz xəlifəmi yaradacağım. Siz etiraz edirdiniz. Mənim xəlifəm də budur. Xəlifətullah, yəni Allahın xəlifəsi, gərək Allahın xasiyyətində olsun. Rububiyyətlə yox ha, Allahlıq dərəcəsində yox, onunla işim yoxdur. Allah təkdir, heç nəyə və heç kəs də ona qarışa bilməz. Allah təkdir, yaradandır, xaliqdir, Rəbdir, vahid və cəbbar olan Allahdır. Biz Allahın vəhdaniyyətini öpüb gözümüz üstə qoyuruq. Amma Allahın xəlifəsi gərək özü kimi olsun da ona oxşasın bəzi xasiyyətlərdə. İmam Hüseyin əleyhissalatü vesselam da çün xəlifətullah idi. Elə eyni ilə Həzrət Haqq Teala'ya Cəllə Cəlal Rəbbiyə oxşayırdı. Bağışlamağında, iradəsində Allah tərəfindən verilmiş öz əndazəsində, o imamət elm-i lədunnisində hamısı Rabbani halidir Həzrət İmam Hüseyin əleyhissalatü vesselam. Əziz qardaş və bacılarımız, əgər bizim kişilərimiz və xanımlarımız, hala bu xanımların içərisində analarımız, bacılarımız, qızlarımız, gəlinlərimiz də var. Ağaların da içərisində özümüz, ata-analarımız, qardaşlarımız var. Fərq eləməz. İnsan əgər Hüseyin ibn Əliyi başa düşsə, onun o Həzrətin Kərbəla faciəsini, hadisəsini bir dəfə, bir dövrə oxusa, mən inanmıram, vicdanlı insandan söhbət gedir. Mən inanmıram o insan təkəbbür olsun. Hiss eləyər ki, təkəbbürlük fəqət Allaha, Xaliqə məxsusdur. Məxluqata təkəbbürlük
bir yerde icazə verilir. O da düşmən qarşısında kişilərə və qadınlara, amma naməhrəm qarşısında da xanımlara icazə verilir. Digər yerlərdə heç vaxt icazə verilmir. Amma Allah hər bir halda təkəbbürdür. Allah təkdir, vahiddir. Məxluq deyil ki, biz ondan məxluq formasında danışaq. Allah xaliqdir. Yaradır, yaratdığı şeyi də hər bir canlını da hikmət üzündən, lütf üzündən yaradır. Və Allah Teala bizə lütf edib Hüseyin ibn Ali əleyhissalatü vesselam'ı göndərib. Bəs İmam Hüseyin əleyhissalatü vesselam Allah tərəfindən verilən bir nimətdir. Biz bunu lütf qəbul edirik, nimət qəbul edirik. Əzizlər, Kərbəla hadisəsi və faciəsi təkcə ölüm və dirim deyil, haqla batilin üz-üzə dayanması səhnəsidir. Quran-ı Kərimin təbiri ilə desək, Allah Teala Peyğəmbərə Kövsəri vermişdi, Fatiməni vermişdi, söz vermişdi ki, Ya Resulallah, sənə Kövsəri verirəm. Namaz qıl, ibadət et, mənə dua ilə sonra qurban kəs. Özü ən böyük qurban, nəhr elə. Və nəhr sözündəndir, yəni dəvə kəs da. İnək, qoyun, quzu, qoç, bunlar yox. Dəvə. Sənə belə deyək, əbtər deyənin özü də əbtər. Amma buna baxmayaraq ki, elə Peyğəmbərin ümmətindən Həzrətin nəvəsinin, balasının başını kəsənlər meydana çıxmışdı. Və bu bizə bunu çatdırır ki, heç də namaz qılmaqlığımızla, oruç tutmaqlığımızla bizə bu dindardır, bu adı özümüzə götürməkliklə fəxr eləməməliyik. Biz bu yola gəlmişik, İlk addımı atmışıq. Namaz qılan, ibadət, oruç, hər şey öz yerində. Hələ bu yolun ilk addımındayıq. Biz bu yoldayıq hələlik. Bizi fəxr, bizi təkəbbürlü, egoisti, xudpəsənlik azdırmasın. Biz bu yola bismillah eləyirik. Biz bu yolda ələnəcəyik. Biz bu yolda, əziz qardaş və bacılarımız, imtihan olunacağıq. Necə ki, Mübarək Quran-ı Kərimin ayəsi var. Haqqı Teala belə buyurur. Elə siz ibadət etdiniz və ya mən müsəlmanam, İslamı qəbul etdiyimiz, öz dilimizlə deyək də, mən müsəlman oldum, İslamı qəbul etdiyim, ondan sonra cənnətə gedəcəksiniz. Allah deyir də, xeyr, imtihan olunacaqsınız. Amma hər kəs öz tutumu qədər, öz daşıya biləcək yükü qədər yük daşıyacaq. Yəni, məsələn deyək, əgər mən müctehid deyiləmsə, müctehiddən olunan sualı məndən yeməzlər ki. Ya məsələn, mən tələbə deyiləm, dindən cüzi miqdarda, fəqət öz ibadətlərimi yerinə yetirmək üçün elmim var, tələbənin elmini məndən soruşmazlar ki. Dindən başı çıxanın elmini məndən sorğu-sualı məndən olunmaz ki. Hər bir kəs öz tutumunda, öz ağırlığında imtihan verəcək. Allah'a and veririk izzəti və cəlalına. Allah bu yolda bizim imtihanlarımızı asan eləsin və biz eləyə belə bu imtihandan üzü ağ çıxaq. Necə ki İmam Hüseyin əleyhissalatü vesselam üzü ağ çıxdı. Sual verirlər ki, bəs İmam Hüseyin əleyhissalatü vesselam bilirdi, öldürüləcək, bunu şəhid eləyəcəklər. Nə üçün getdi? Axı Quran-ı Kərim belə buyurur, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Nə üçün bu işi gördü? Əzizlər, bildiyimiz kimi zəmanədə, hər bir əsrdə bu əsrin sahibi var, Allahın əmri ilə, vəlisi var. Yəni, o zaman əsr imamsız, vəlisiz heç vaxt olmaz. Hədis də var. Peyğəmbərimizin dövründə məgər cihad əmri verilməmişdi? Xəndək döyüşü, Əhzab döyüşü, digər döyüşlər, tamam. Mən istəmirəm döyüşlərin adını sayım.
İstir Peyğəmbər o döyüşlərdə olsun, şirkət eləsin, iştirak eləsin, istir iştirak eləməsin. Bütün döyüşlər Allah tərəfindən əmr olunmuşdur. Cihada çıxın. Peyğəmbərə cihad əmri verilmişdi ki, Peyğəmbər düşmən müqabilinə çıxırdı. Məgər Peyğəmbər bilmirdi ki, burada şəhadət var, burada ölüm dirim var. Bilirdi. Bəs burada məqsəd var. Burada üçün Allahın qanunları tapdaq altında, hansı kimin tapdaq altında? Məlun və zalimlərin, bütpərəstlərin insan sifətində olub insan olmayanların tapdaq altına. Cəmaatın namusu tapdalanacaqdır. Peyğəmbər buna sinə gəlir və bunun qarşısını alır. Baxmayaraq Həzrət yaralanır, dərin yaralar alır, Həzrət narahat olur. Bəzi yerdə əslən o qədər Həzrət mübarək bədəninə ox və nizə dəyərdi ki, Həzrət çoxlu qan itirərdi. İstir Həzrəti Peyğəmbərimiz olsun, istir Həzrəti Əli ibn Əbu Talib əleyhissalatü vesselam olsun. Fərq eləməz. Dinin qorucusu, dinin keşiyini çəkən, keşiyində duran, onun yolunda canını da verməyə hazırdır. Həmən Peyğəmbərimiz əleyhissalatü vesselam ki, o məlunların, zalimlərin qarşısında durmuşdu, onun balası da bu məlunların qarşısında durdu və öz şəhadəti ilə, öz qanı ilə bunlara qalib gəldi. Hüseyin ibn Əlini deyirəm. Bu olmalı idi. İmam Hüseyin əleyhissalatü vesselam öz əli ilə canı təhlükə atmaq, bu sual artıq sualdır. Düzgün sual da deyil. Niyə? Çünki baliq insana, aqil insana, elmli insana, mənəviyyatlı insana, məsum insana bu cür sual verməzlər. Bunun barəsində bu cür danışmazdır. Əgər elmimiz yoxdursa, nəsə öyrənmək üçün biz bu sualı verirsə problem deyil. Cavabı da budur ki, çün Allahın qarşısı, bir cavab fəlsəfi cəhəti budur. Çün Allahın qanunları tapdaq altına atılırdı artıq Muaviyyənin dövründən qabaq. Birinci xəlifə, ikinci xəlifə, üçüncü xəlifə və sonra Muaviyyənin və ondan sonra Məlun Yezdin dövründə artıq tapdalanmışdı. Artıq din aradan gedirdi. İmam Hüseyin əleyhissalatü vesselama Allahın əmri ilə icazə verildi ki, vacib edildi ki, bunun qarşısını alsın. Tamam. Sual verirlər ki, məgər imam, deyirsiniz imamdır, məsumdur. O qədər elmi yox idi ki, bilmirdi ki, onun körpə uşağı orada şəhid olacaq, öləcək, dünyadan köçəcək və özü, məsələn, bazları, ailəsi, qovma əqrabaları, tərəfdarları şəhid olacaq. Əzizlər, elmi imamət lədunni, yəni imamət elmi, Allah tərəfindən göndərilən elm, Rəbbani elm, insana veriləndə onun miqdarında elə ki, nə qədər icazə verildi, o icazə ilə o elmdən istifadə eləyir. Siz tarixləri oxusuz, əslən əhl-i sünnə tarixidir. İmam Hüseyin əleyhissalatü vesselam barəsində. Baxarsınız, görərsiniz, bunu yazan əhl-i sünnədir. Amma bu tarixi necə indiki zamana gələ bizim əlimizə çatıb, nə cür olub, bunu o cürdə yazıblar. Baxmayaraq əhl-i sünnədir, haqqı yazıb. Öz vicdanının sorğu sualına qulaq asıb yazıb. İnsanlardan başqa Peyğəmbərin nəvəsinə, Peyğəmbər hansı nəvəsi ki, Peyğəmbər buyururdu, Həsən və Hüseyin cənnət cavanlarının şahzadələridirlər. Mənim ətirli güllərimdir. Ətirli güllərimdir Peyğəmbər xitab edərdi İmam Hüseyin əleyhissalatü vesselam'a və İmam Həsənə əleyhissalatü vesselam'a. Buna baxmayaraq ki, İmam Hüseyin əleyhissalatü vesselam'ı o ümmət ki, bu hədisi Peyğəmbərdən eşitmişdilər, ya vasitə ilə, ya vasitəsiz arxa çevirdilər və İmam Hüseyin əleyhissalatü vesselam'ı qətlə yetirdilər. Buna baxmayaraq ki, Yəzidin özünün və onun atasının barəsində, o sülalə barəsində Peyğəmbərin mükəmməl bir dənə hədisi var. Harada görsəniz, onların qarınlarını yırtın. Tökün eşiyə. Rədd olsunlar, məhv olsunlar, aradan geçsinlər, mənim mənbərimdə oturub Allahın ayətlərini mənim adımdan danışmasınlar. İstir Allahın ayələri olsun, istir qeyri ayələr olsun, mənim adımdan, din adından danışmasınlar. Fitnə fəsad törədir, deyir bunu Peyğəmbər elədir. Maazallah, əstəğfirullah.
Yazid meymunla oynayardı. Yazid nalayık işler görərdi, şərab içərdi. Nə cür xəlifə oldu bu? Onu xəlifə kimi qəbul eləyəninlə özü də elə onu kimidir. Bəs biz İmam Hüseyin əleyhissalatü vesselamı bir müncü kimi, nacı kimi, bəşəriyyəti nicat verən bir bu zülümdən, bu əxlaqsızlıqdan, bu dinsizlikdən nicat verən kimi biz baxırıq. Həqiqətdə də budur. Onlar Peyğəmbərin balasını öldürdülər, şəhid elədilər. Mübahilə ayəsinə biz diqqət eləsək, biz görərik ki, Peyğəmbərə xitab olunur ki, siz özünüzü, biz də özümüzü, siz oğlanlarınızı, biz də oğlanlarımızı, siz qadınlarınızı, biz də qadınlarımızı gətirək. Sizə sual verirəm, əziz qardaş və bacılarımız, əziz əhl-i sünnə qardaşlarımız, diqqətli olun. Biz Allah'a ibadət edirik. Biz Allah'a Ekber deyirik. Bizim Kur'an'ımız, Allah'ımız, Peygamberimiz birdir. Ama size and verirəm Allah'a. Bir dənə buna siz cevap verin. Bir dənə buna cevap verin ki, ne üçün İmam Hüseyin aleyhissalatü vesselam bu işi gördü? Eğer görmeseydi ne olardı? Bir dənə diqqət edin buna. Görmeseydi ne olardı? Aya, o din ki Peygamber'e ilham olmuştu, vahiy olmuştu, bize gelip satardı. Size and verirəm Kur'an-ı Kerim'e. Diqqətli olun. Mübahilə ayəsində keçən o kimsələri xatırlayın bir dənə. Əgər Allah'tan qorxuruqsa, düzgün və vicdanımızla cavab verək. Peyğəmbərin özü kim idi orada? Demədi Əlini gətir ki, Əlinin adı yoxdur ki orada, düzdür? Allah orada lazım bilməyib Həzrəti Əlinin adını gətirsin. Deyib ki, siz özünüzü gətirin, biz də özümüzü gətirək. Nəfs. Özümüz. Ərəb dilini yəqin bilənlər bilər də. Siz özünüzü gətirin, biz də özümüzü gətirək. Siz övladlarınızı, yəni oğlanlarınızı, əbnanə və əbnakum. Ərəb istilahlarını mən istifadə eləmirəm. Oğlanlarınızı gətirin, biz də oğlanlarımızı gətirək. And verirəm Allaha. Peyğəmbərin oğlanları orada kim idi mübahilə ayəsində? Aya, İmam Həsən və İmam Hüseyndən başqa oğlan da var idi orada. Siz xanımlarınızı gətirin, qadınlarınızı gətirin, biz də qadınlarımızı gətirək. Aya, sizi and verirəm Allahın vəhdaniyyətinə. Həzrəti Zəhradan başqa orada xanım var idi. Nə üçün zülm elədilər Həzrəti Zəhraya? Nə üçün Peyğəmbərin özünə zülm elədilər? Birinci, ikinci, üçüncü xəlifədən tutmuş Muaviyə və Yezidə daxil olmaqla. And verirəm Allah, əgər doğrudan da insan vicdanına qulaq assa, bütün ətəyində olan o daşları atacaq. Gözü buna deyir, mən yaşayıram. Mən həqiqət dalayacağım. Həqiqət, əziz qardaş və bacılarımız, mən ümumi müraciət edirəm. Həqiqət Allah başda olmaqla Peyğəmbəri, Əli, qızı Fatimə-i Zəhra salamullah aleyha, İmam Həsən və İmam Hüseyin və onların balalarıdır. Başta dedik ki, Allah, Peyğəmbər var nazil olan Qur'an-ı Kerim və itirət. Bunlardan başqa həqiqət yoxdur. Hər kəs özünü həqiqət adı ilə istəyir bu, belə deyək, bu kürsüdə otuzdursun, oğrudur, qasibdir, qəsbkardır. Bizə Peyğəmbərin balası İmam Hüseyin aleyhissalatü vesselam bunu öyrətdi. Öyrətdi ki, biz bilməliyik ki, o yerdə ki, Peyğəmbər oturub, ondan sonra Əli, Həsən, Hüseyin və onların balaları oturmalı idilər, zülm eləyə, onlara zülm olunaraq, onların yerini qəsb eləyənlər oturdular, din adından danışırdılar, din adından danışırdılar, vicdan barəsində danışırdılar. Amma halbuki biraz da onlarda vicdan yox idi. Bizə İmam Hüseyin aleyhissalatü vesselam vicdanlı olmağı öyrətdi. Yenə mən deyirəm, bütün xanımlar və ağalar istəyir namaz qılsın, qılmasın, oruç tutsunlar, tutmasınlar. Bunların öz şəxsi işləridir. Amma elə bizim qardaş və bacılarımız var ki, ibadət və itaat bunların şəxsi işi olmağına baxmayaraq, bəzilər namaz qılmır. Amma əxlaqlı insanlardır, vicdanlı insanlardır. Özünə ehtiram eləyən, hörmət eləyən insanlardır. Mən onları çağırıram meydana. Deyirəm, sizi and verirəm Allaha, sizin öz vicdanınıza. Bir dənə diqqət eləyin.
Görün, bakın. Aya mümkündürmü ki pis adamla yaxşı adam eyni olsun? Mümkündür bu? Xeyr, mümkün deyil. Bəs bizə İmam Hüseyin Aleyhisselatü Vesselam pislərin yerində göstərdi, yaxşıların da yerini göstərdi. Əmr bil məruf və nəhyəz münkər elədi İmam Hüseyin Aleyhisselatü Vesselam. Yəni İmam Hüseyin Aleyhisselatü Vesselamın o əzəmətli çıxışı, istir maddi olsun, istir mənəvi, fiziki olsun ya cismi mənəvi olsun, fərq eləməz. Bizə hər halda yerdən göyü, göydən də yeri öz nəzarətimiz altına almaqlımız, öz miqdarımızda bunu öyrətdi. Valideynlərlə nə cür danışasan bizə onu öyrətdi. Qardaş və bacılarla nə cür rəftar eləyəsən, övladlarla, yoldaşınla nə cür rəftar eləyəsən bizə onu öyrətdi. Bunlardan əlavə o ölümdürün savaşında zalimin qarşısında nə cür dayanmalısan onu öyrətdi. Az miqdarda olsun, zalimin zülmün çoxluğuna baxmayaraq onun qarşısında dik durmağı öyrətdi. Bizə Hüseyin ibn Əli mübariz İbrahim'i kimləri tərbiyyət eləyib? İmam Hüseyin Aleyhisselatü Vesselam'ın məktəbi şəhidləri bizim üçün tərbiyyət eləyib. Generallar, nə bilim zabitlər, gizirlər, əskərlər, çavuşlar fərq eləməz. Mətanətli insanları bizə tərbiyyət eləyib Hüseyin Aleyhisselatü Vesselam məktəbi. Buna baxmayaraq ki, biz ərəb dilli deyilik. Amma bizə gəlib çatan o xırdalıqla böyük alimlərimizin, böyük mərciə təhlillərimizin, rəhbərlərimizin vasitəsilə bizə gəlib çatan İmam Hüseyin Aleyhisselatü Vesselam o baldan da şirin olan o əziz tövsiyələri bizə bu məktəbi öyrətdi ki, biz Allah qarşısında nə cür dayanmalıyıq? Bizim əyilmə, insan gərək əyilsin də, insan gərək bir varlığın qarşısında əyilsin, özünü sındırsın. O varlıq yalnız və yalnız Allah'tır. Qeyri Allah üçün gərək heç kəs əyilməz. Bizə İmam Hüseyin Aleyhisselatü Vesselam bunu öyrətdi, əziz qardaşlarımız və bacılarımız. Bəs deməli, hər bir insan, hər bir yaxşı oğlan, hər bir yaxşı xanım, özünə ehtiram eləyən hər bir insan dilindən, dinindən fərqi olmayaraq öz vicdanına əgər qulaq assa, həqiqəti Kərbəlada tapacaq. Necə ki, bizə Kərbəla həqiqəti öyrətdi. Kərbəla bizə öyrətdi ki, hətta sən imam da olmasan, sən zamana imamından təbəyyət eləsin, Allah səni ucaldacaq. Həzrəti Əbəlfəz Aleyhisselatü Vesselam'a namə gəldi, əmənnamə. Əmannamə budur ki, yəni mən sənə belə deyək, əman verirəm, sənin təhlükəsizliyi qoruyuram. Sən bu oyundan, bu qoşundan çıx. Həzrəti Əbəlfəz Aleyhisselatü Vesselam onu özünə təhqir hesab edir. Buyurur ki, sənə də lənət olsun, o əmannaməni yazana və o əmannaməyə də lənət olsun. Sən məni istən zamana imamından ayırasan, bax bizə rəşadəti öyrədir Kərbəla. Zamana imamına nə cür bağlı olmaqlığını bizə öyrədir Kərbəla. Həzrəti Əbəlfəz Aleyhisselatü Vesselam imam deyildi ki. Amma Allah onun dili ilə, onun siması ilə bizə göstərir ki, nə cür rəşadətli olmalıdır insan. Buna əman verilir. Buna deyir ki, sənə biz yer veririk. Sən çıx get, zərrə qədər sənə nizə, daş, nə bilim, qılınc, heç bir yara dəyməyəcək. Sən rahatsan, çıx get. Həzrət özdə təhqir bunu qəbul eləyir. Və deyir ki, sən məni təhqir eləyirsən. Mən Peyğəmbərin balasını qorumağa gəlmişəm. Deyirsən, məni Peyğəmbərin balasından ayırırsan. Məni Allahdan ayırırsan sən. Allah deyir, sənə də, sən əmannamavə də, onu gətirənə də lənət eləsin. Həzrət narahat olur orada. Aşura gecəsi, yəni Tasua günü Aşura gecəsi. Artıq Peyğəmbər balası İmam Hüseyin Aleyhisselatü Vesselam muizə eləyəndən sonra buyurdu ki, mən öz beyətimi sizdən götürürəm. Hər kəs, qaranlıqdır, bir bizi görmürsünüz də.
bir-birinizin əlini tutun, çıxın. Mən beyəti sizdən götürmüşəm. Mənə görə özü bu ateşə atmayın. Sabah şəhid olacaqlar. İnsan burada doğranılacaq. Mən sizdən öz beyətimi geri götürürəm. Day işinizdə olun. Bir miqdar keçəndən sonra da orada belə işıqlar yox idi ki, şəmlər edilən. Yağlarla işləyən şəmlər. Şəmləri sonra yandırdılar. Gördülər ki, xalis adamlar da yanıb. Halbuki 72-dən çox idi. İmamın qoşunu 72-dən çox idi. Şəmləri yandırandan sonra xeymə, çadır nurani olandan sonra, işıqlı olandan sonra gördülər ki, parmaq sayı qədər insan dayanıb. Yəni 72 nəfər dayanıb, qalıb. İmam Hüseyin əleyhissalatü vesselam deməli öz tərəfdarlarına müraciət eləyir. Deyir, indi baxın, sabahki yerləriniz bərzəxdə, cənnətdə, yəni hara gedəcəksiniz, harada olacaq, mən sizə onu göstərirəm. İşarə eləyir səmaya. Cəmaət hamısı baxır, sabahki yerlərini görürlər, bir-birlərindən gülürlər, sevinirlər, xoşal. Elə bil ki, sanki elə bil ki, bunlar sabah ölməyəcəklər. Daimi yaşayacaq, daimi əbədi yaşayış üçün bir yerdən bir yerə gedəcəklər. Bir yerdən başqa bir yerə gedəcəklər. Hamı səmaya baxır. Bir də baxırlar, görürlər ki, Həzrəti Əbəlfəz əleyhissalatü vesselam fəqət İmam Hüseyin ağanın mübarək camalına nəzər edir, baxır. İmam Hüseyin əleyhissalatü vesselam buyurur ki, Abbas qardaşım, sən nə üçün baxmırsan? Sən nə üçün sabahki cənnətdə olan yerivə baxmırsan? Həzrəti Əbəlfəz ağa kəskin və əziz düşmənlərə necə cavab verən bir şəxsiyyət imam qarşısında bu cür təvazökarlıqla cavab verir. Deyir, sənə canım fəda olsun. Neynirəm o behişti mən? Mənim behiştim sənsən. Mən behiştə görə gəlməmişəm ki. Mən Allah'a xatir gəlmişəm, onun vəlisindən müdafiə eləməyə, difa eləməyə. Bəs əziz qardaşlarımız və bacılarımız, harada oluruqsa olaq, gərək Allahın vəlisindən müdafiə eləyək. Zamana imamına gərək kömək eləyək. İn tənsurullah yansurukum. Euzubillahi mineşşeytanirracim. İn tənsurullah yansurukum. Əgər siz Allah'a kömək eləsəniz, Allah da sizə kömək eləyər. Sizə sual verirəm. İmam Hüseyin əleyhissalatü vesselamın özü və yar ənsarı aya Allah'a kömək eləmədi, Allahın dinine kömək eləmədi orada. İndi sizə sual verirəm. Yezid sağdır, yaşayır, yoxsa Hüseyin ibn Əlinin özü və Kərbala şəhidləri? Hamı cavab verəcək ki, İmam Hüseyin ağanın özü və əhli, əyalı və şəhidlər yaşayır. Bax, burada deyirlər ki, qanın qılınca qalib gəlməkliyi. Bax, burada öz yerinə düşür o söz. Bəs İmam Hüseyin əleyhissalatü vesselam dini öz qanı ilə qorudu və yaşatdı. Necə ki, Həzrəti İmam Hüseyin əleyhissalatü vesselam belə buyurdu. Dedi, mən Yezidə, mənim kimisi Yezid kimisə beyət eləməz. Əgər Muhammedin dini sallallahu aleyhi və aleyhi və səlləm, Muhammedin dini mənim ölməliyimlə, mənim paramparça olmalığımla, mənim şəhadətimlə yaşayacaqsa, ey qılınızda doğruyum məni. İmam Hüseyin əleyhissalatü vesselam belə kişi idi, belə insan idi. Belə haqqı müdafiə eləyən şəxs idi. Bizə də belə öyrədib ki, haqdan müdafiə eləyin. Allah sizə və bizə İmam Zaman ağa başda olma izzət versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.